Simurq quşu haqqında nağıllarda və əfsanələrdə danışılan bir mif deyil. Bu, insan zəkasının ən dərin qatlarında bir müdafiə mexanizminin adıdır. Psixologiya izah edir ki, insanlar adətən yıxılanda, ən dibə, ən zülmətə və qaranlığa düşəndə, ən çarəsiz anında birdən özünü dərk edər, tanıyar, dəyişər və ayağa qalxar, yenilənər. Amma beyin bu çöküşü əsla qəbul etməz. Məhz bu səbəbdən yenidən doğuş əfsanələşdirilmiş, bir nağıla, bir mifə çevrilmişdir. Əfsanələrdə Simurq quşu öncə yanar. Bu insanın öz köhnə mənliyini buraxmasıdır. Köhnə mənliyi buraxmasan, yeni kimliyə qovuşmaq mümkün deyil. İnsanlar uğur hekayələrini alqışlayarlar. Amma heç kim travma, çöküş, utanc, qorxu, itki, bu hissləri əsla yaşamaq istəməzlər. Bunlar hər biri yanıb kül olmuş köhnə mənliyinin parçalarıdır. Manipulyasiya da məhz buradan başlayar. Hamı sənə güclü ol deyər, amma heç kim yanmağı öyrətməz. Yanıb kül olmadan, o küllərin arasından parça-parça öz mənliyini toplamadan isə yeni mənlik doğulmaz. Küllərin içindən doğulmayan hər güc isə saxtadır. Simurq quşunun gizli mənası da budur. Heç vaxt yanmayan əsla yüksələ bilməz. Fərqində olmaq isə bəzən gec ola bilər. Elə insanlar var ki, heç vaxt yanmazlar. Yanmayan insan isə yenidən doğula bilməz.